Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli İsaməddin. Bugün sizə 4-cü sinif monitorinq imtahanına hazırlaşan şagirdlər üçün 2025-ci il suallarını sistemli şəkildə izahlayacağam. Təbii ki, bütöv şəkildə bütün sualların izahını vermişik, amma bu seriyamızın adı isə 25-ci ildə imtahana düşmüş, təkcə 25 yox, ondan əvvəlki illərdə imtahana düşmüş sual tiplərini tam bir-bir mənimsəsin deyə hər videomuzu bir suala ayırmışıq. Bundan əvvəlki videolara baxmamıza mütləq kanalımıza daxil olun. Kanalımıza abunə olun, videomuzu bəyənin və paylaşın ki, ətrafınızdakı hər kəs bu suallardan yararlansın. Bu sual 2025-ci ildə imtahana düşmüş sualdır. Gəlin bunu ətraflı şəkildə öyrənək və tam mənimsəyək. Bir yük maşını 3 saat ərzində müəyyən qədər yol getdi. Deməli, bizim bir dənə yolumuz var və yük maşınımız müəyyən 3 saat ərzində yol gedib. Siz də bilirsiniz ki, sürəti zamana vuranda yol eləyir. Məsələn, buradan bura qədər tutaq ki, x sürəti ilə 3 saat yolda olub. Deməli, bunun getdiyi yol 3x-dir. X sürətdir, 3 də zamandır. Növbəti 3 saat ərzində yük maşının sürətini 2 dəfə artırır. Baxın, sürət 2 dəfə artırsa, artıq olur 2x. Yəni, əvvəl x olan sürət olurdu 2x. Və yenə 3 saat gedir. Yəni, 3'ü vuracam 2x-a. Bu da oldu neçə x? 6x. Bizə deyir ki, bu zaman yük maşınının getdiyi yolun əvvəlki 3 saat ərzində getdiyi yolla müqayisəsini tapın. Baxın, burada 3x qədər yol gedib. Burada 6x qədər yol gedib. Neçə dəfə çoxdur? 2 dəfə çoxdur. Doğru cavabımız olacaq D variantı. Və ya bu sualı şagirdlərimiz şifadə edə bilərlər. Necə? Əgər maşının sürəti 2 dəfə artıbsa, yadınızda saxlayın. Maşının sürəti 2 dəfə artıbsa, getdiyi yol da 2 dəfə artacaq. Maşının sürəti 2 dəfə artıbsa, getdiyi yol da 2 dəfə artacaq. Yəni D variantı bizim doğru cavabımızdır. Keçirik növbəti ikinci sualımıza. Yenə eyni sualdandır. Yenə hər videoda mütləq şəkildə bu qaydaları sizə izahlayacağıq. Hər videoda bir sualı mükəmməl şəkildə öyrənəcəksiniz. Bu arada bizim bütün proqramı əhatə edən həm riyaziyyat, həm Azərbaycan dilindən monitorinq test toplumumuz var ki, bunu bütün kitabxanalardan əldə edə bilərsiniz. Həmçinin bizim 077 752 2893 WhatsApp nömrəmizdə yazaraq ödənişsiz sınaqlardan yararlana bilərsiniz. Instagramda da bizi izləməyi unutmayın. Qatar 4 saat ərzində eyni sürətlə hərəkət etdi. Növbəti 4 saatda qatarın sürətini 2 dəfə azaltdılar. Qatarın ikinci 4 saatda getdiyi yolun birinci ilə müqayisəsi necədir? Baxın, yenə eyni şeydə əgər sürəti 2 dəfə azaldıblarsa, yol da 2 dəfə azalacaq. Bunun isbatını da verək. Birinci hissədə yol 4 vurulsun x idi. X bizim sürətimizdir, bilmirik. Növbəti 4 saatda qatarın sürətini 2 dəfə azaltdılar. Növbəti 4 saatda sürəti x böl 2 eləyirəm. Sürəti 2 dəfə azaltdım. Və bunu 4-ə vuranda 4 ilə 2 ixtisar gedir, qalır burada 2x. Yəni birincidə 4x olan yol, ikincidə 2x oldu. Nə qədər azaldı? 2 dəfə azaldı. C variantı bizim cavabdır. Yəni bunu buradan baxaraq da cavabını tapa bilərsiniz. Üçüncü sualımız. Velosipedçi 1 saat yol getdi. Sonra o sürətini 2 dəfə artırdı və daha 2 saat yol getdi. Velosipedçinin sonradan getdiyi yolun ilkin getdiyi yol ilə müqayisəsi necədir? Baxın. Bu bizim yolumuzdur. Velosipedçi əvvəlcə 1 saat yol gedib. Yəni bunun sürəti x olub, zamanı da 1 olub. 1x qədər yol gedib. Sonra sürətini 2 dəfə artırdı. Yəni sürət artıq oldu 2 dənə x. Və daha sonra 2 saatda yolda oldu. 2x'i 2-yə vuracam. Çünki yolu tapmaq üçün sürəti zamana vurmalıyam. Buradakı yol 1x, buradakı yol 4x. Deməli, sonradan getdiyi yol ilə müqayisəsi necədir? Velosipedçinin sonradan getdiyi yolun ilkin getdiyi yolla müqayisəsi budur ki, sonradan getdiyi yol 4 dəfə artdı. B variantı bizim doğru cavabımızdır. Dördüncü sualımız, bir daha xatırladıram, sizlər üçün ödənişsiz formada sınaqlar və izahları paylaşılır. Həmin sınaqları, izahları əldə etmək üçün 077 752 2893 WhatsApp nömrəsinə yaza bilərsiniz. Bir yük maşını 4 saat ərzində müəyyən qədər yol getdi. Aha. Sürəti olub x, 4 saat ərzində 4x qədər yol gedib. Növbəti 4 saat ərzində yük maşının sürətini 2 dəfə artırdılar. Yəni x oldu 2x. Artırdılar. Bu zaman yük maşınının növbəti 4 saatsa 4'ü vuracam 2x-ə oldu 8x. Bu zaman yük maşınının sonradan getdiyi yolun əvvəlki 4 saat ərzində getdiyi yolla müqayisəsi necədir? Sonradan getdiyi yol 8x, əvvəlki yol 4x. Neçə dəfə artdı? 2 dəfə artdı. Cavab oldu D variantı 2 dəfə çoxdur. 5-ci sualımız. Avtobus yolu 5 saata gedir. Əgər sürət 3 dəfə azalsaydı, eyni zaman ərzində getdiyi yol necə dəyişərdi? Baxın,
Sürət 3 dəfə azalırsa, yol da 3 dəfə nə olardı? Azalardı. Yəni buradakı məntiq budur ki, əvvəlcə yolu 5 saata gedirdi, əla. Əgər sürəti 3 dəfə azalsaydı, eyni zaman ərzində, yəni 5 saat ərzində getdiyi yol necə dəyişərdi? Sürət azaldıqca yol da azalır. Məsələn, bir var məktəbə qaça-qaça gedirsiniz, bir də var gəzə-gəzə gedirsiniz. Qaçanda daha tez çatırsınız və yaxud da daha çox yol sərf edirsiniz eyni vaxtdırsa. Ona görə zaman, daha doğrusu sürət azalıbsa, bizim gedilən yolumuz da azalmış olacaq. Belə əjdahalarımız siz əgər növbəti videoda hansı mövzudan, yəni imtahana düşmüş sual mövzularından hansından izah istəyirsə, videonun rəy bölməsinə qeyd edin. Videomuzu bəyənin, paylaşın və ətrafınızdakı öz sinif yoldaşlarınız, şagird yoldaşlarınızdan paylaşın ki, onlar da bu videolardan faydalanmış olsunlar. Test toplumumuzda bütün kitabxanalardan əldə edə bilərsiniz. Həm riyaziyyat, həm Azərbaycan dilindən sizlər üçün sınaqlar həm mövzu üzrə, həm də ümumi sınaqlar şəklində təqdim olunur. Sağ olun, növbəti videoda görüşərik. Hələlik.